Bu cür kiber hücumlar texniki olaraq necə həyata keçirilir? Ən çox istifadə olunan üsullar hansılardır? Hər birimiz üçün maraqlıdır. Yəni boşluq hardadır ki, bu qədər dələduzluq halları baş verir? Belə deyək, biz bu kiber hücumların belə hücum əhatəsini nəzərə alsaq, kiber hücumları biz ikiyə bilə bilərik. Bir, sırf insanlara, şəxslərə doğru yönələn, bir də ki, şirkətlərə yönələn və şirkətlər tərəfindən də onlara şirkətlər tərəfindən məlumatın oğurlanmasına gətirib çıxardan hücum növlərini aid edə bilərik. İlk öncə gəlin biz insanlara yönələn hücum növlərini danışaq ki, bunlardan ən geniş yayılmış növlərindən phishingdir, spoofingdir, phishingin digər növləri olan bir də phishingdir, yəni səs vasitəsilə phishing. Bunların hamısı geniş yayılmış növlərdəndir ki, bir çox insanın məlumatı yoxdur bunlarla bağlı. İstəyərdim ki, ilk əvvəl phishing haqqında məlumat verim ki, phishingi belə deyə bilər ki, sizə hər hansı bir şəxs adından və yaxud tanınan bir yer adından sizə məlumatlar göndərilir. Məsələn, deyək ki, sosial media hesabınız olsun və yaxud da bank əməkdaşı olsun. Onun adına sizə qeyri-legal olan maillər göndərilir və bunlar elə dizayn edilir ki, bu sizə orijinalını yansıtırdı. Yəni, siz onu orijinalı ilə bu phishingin heç biri bir-birindən ayırt edə bilmirsiniz. Əslində, hər birimizin başına gəlibdir, deyərdim ki, son dövrlərdə. Bəli, yəni, ən çox belə vətəndaşlara qarşı sosial mühəndis hücumları adlanır ki, bu vətəndaşlara qarşı onların savadlılığı az olduğu üçün kiber sahəsində, kiber təşkil sahəsində, ona görə də məhz onlara doğru yönəlilir. Və əlbəttə ki, bununla bağlı heç bir məlumat olmayan, kiber savadlılığı aşağı səviyyə olan şəxs bu linkə aldanır və bu linkə klik edir. Və daha sonra burada göstərilən məlumatlar, məsələn, bəziləri sizdən sosial media hesabınızı istəyə bilər, bəziləri bank hesabınızı istəyə bilər və burada həmin daxil etdikdən sonra burada daxil edən məlumatlar qarşı tərəfə çatır və qarşı tərəfdə artıq sizin bütün məlumatlarınız daxil olunmuş olur. Digər bir növcə dediyim kimi, səs vasitəsilə phishing ki, bu zaman mailinizə və yaxud rəsmi adresinə göndərilən e-postdan fərqli olaraq sizə zəng edirlər. Məsələn, bunun daha çox vaxt... Əslində, bu hal daha çoxdur, düşünürəm ki, son dövrlərdə. Bu halla rastlaşan insanlar daha çoxdur. Yox, belə deyim ki, son 5 il ərzində ən çox telefon zəngi ilə müraciətlərdə bu cür dələduzluqla rastlaşmışıq və son 2-3 il ərzində isə artıq e-mail adreslərinə linklər göndərməklə və WhatsApp, belə deyim ki, nömrələrinə artıq, e-maildən sonra artıq WhatsApp nömrələrinə də linklər daxil olur ki, həmin linki artıq tıkladığın zaman sənin bank hesabların və yaxud da ki, digər hesablar, şəxsi məlumatlar artıq həmin, belə deyim ki, hakerin əlində olmuş olur. Bəli, buna belə aydınlıq gətirə bilər ki, bir çox şəxs e-mail olsun və yaxud bu kimi vasitələr olsun, onları yaratdıqdan sonra əsasən istifadə etmirlər və yaxud onlara gələn maillərə baxmırlar, nəzər yetirmirlər ki, bu da hücumçuların daha az insana gəlib çatmasına gəlib çıxardır. Məhz ona görə də ancaq insanlar telefonla zəng etdikdə və yaxud WhatsApp üzərindən yazdıqda hamısı daimi aktiv olaraq istifadə edirlər. Və həmin zəngə və yaxud WhatsApp üzərindən gələn mesajlara cavab vermə ehtimalları daha yüksək olur. Əslində, bu yaxında mən bir yaxınımın başına gəldi bu hadisə. Söylüyor ki, evdə idim, zəng gəldi, bank kartının artıq nömrəsini mən istəyirdim ki, bildirəm. Evdəki oğlu qeyd edibdi ki, qətiyyən söyləmək lazım deyil, yəni o gizli şəkildə saxlanılmalıdır. Telefonu söndürdüm, söylüyor. Həqiqətən də yəni artıq həmin bank kartında olan şifrəsini söyləsəydi, sonraki proses necə olacaqdı artıq bəlli bir məsələdir. Belə deyim ki, hal-hazırda vurğuladığın nüans artıq bu dövrdə, hal-hazır ki, texnologiyanın bu qədər inkişaf etdiyi, sosial şəbəkələrin bu qədər inkişaf etdiyi bir dövrdə artıq bizim rastımıza çıxır zaten ki, bu qədər dələduzluqlar. Aslında insanlar da bir növü özü də çalışıb öyrənməlidir. Yəni, hər dəfə bank əməkdaşları və yaxud da ki, IT üzrə mütəxəssislər bu qədər əhalini yığıb, bu qədər təlimlər keçə bilməzlər. Bu mümkün deyil. İnsanlar da biraz özündə heç olmasa maliyyə məlumatı əldə etməlidir. İnformasiya texnologiyalar haqqında məlumat əldə etməlidir. Bizim böyüklərimiz də bizi izləyirlər, yaşlı nəsil də bizi izləyirlər. Onların da təbii kart hesabları vardır. Bəzən zəfir olurlar. Yanlarında çox zaman yaxınları olmur. Aldanırlar. Həqiqətən də bankdan zəfir olublar söyləyirlər. Amma öz kart hesablarını bildirirlər və bundan sonraki az öncə də qeyd etdiyim kimi məsələ artıq bəlli bir məsələdir hansı nöqtəyə çatır. Ona görə də biz çalışırıq ki, elə televiziya vasitəsilə, efirimiz vasitəsilə insanlar məlumatlı olsunlar və bu cür dələduzluqlarla qarşılaşmasınlar. Bəli, siz də dediyiniz kimi, əgər qarşı tərəfində bu savadlıq olması, istər kiber təşkilatı, istər maliyyə sahəsində siz məlumatlarınızı vermiş olacaqsınız və bununla da yəni kütləvi miqdarda maliyyə vəsaitiniz mənimsənmiş olacaqdır. Ancaq qarşı tərəfin məlumatlı olması nəticəsində bu gələn zəngə cavabda mənfi cavab verib, yəni ki, ya
rədd edirsiniz zənci, ya da ki, bilirsiniz ki, bu bank sizdən bu məlumatları tələb edə bilməz və o məlumatları qarşı tərəfə ötürmürsünüz. Ancaq bu zəncli vasitə çox vaxt ya sizə məsələn deyirlər ki, yaxınınız qaçılır, pul lazımdır, ya polisin adından müraciət edirlər, ya da ki, bank əməkdaşı kimi özlərini göstərirlər. Yəni onlar elə professional şəkildə danışırlar ki, yaşlı şəxslər və yaxud savadlıq olmayan şəxslər aldanıb həmin dəqiqə məlumatlarını verirlər ki, məhz bunun da qarşısını almaq üçün dediyimiz ki, maliyyə savadlığını və kibertəhlükə savadlığını hər birini eyni anda artırmaq lazımdır ki, nəyin tələb olunub, nəyin tələb olmayacaq biləsiniz. Və qurumlar tərəfindən baxdıqda isə qurumlar daimi bildiyiniz kimi proqramlar buraxırlar, bu istifadə səhəm proqramlardan istifadə edirlər ki, bu proqramlarda əvvəlcədən onları belə deyim, buraxmamışdan əvvəl onları hər birini təhlükəsiz testlərin sınav keçirmək lazımdır ki, burada proqram təminatında hansı boşluqlar var, bu boşluqları aradan qaldırmaq üçün hansı tədbirlər görməlidir. Həmçinin müştəri orada müştəri haqqında məlumat bazası olur ki, o bazanda bəzən düzgün şəkildə quraşdırmırlar və kiberhücumçular bazaya müxtəlif kodlar injeksiya edərək bazaya daxil olub bütün məlumatları əldə edə bilirlər və sonra da qurumlar həmçində öz işçilərində də kibertəhlükəsizlik savadlılığını artırmalıdırlar. Bu gün sabah adi vətəndaşı yoxdur ki, hər hansı bir işçisə, bank işçisə məlumat gəlsə phishing vasitəsilə və yaxud səs vasitəsilə, bu da bankın əməkdaşı ya da yüksək vəzifəli bir şəxs bilib məlumatları versə, bu da bankın ya da digər bir qurumun maliyyə məlumatlarını və digər məlumatların oğurlanmasına gətirib çıxarılacaq. Və mən belə düşünürəm ki, və yaxud da belə bilirəm ki, hər hansı bir bank deməli istifadəçidən, kart istifadəçisindən çox istisna hallarda kart nömrəsi hesabını yəni soruşurlar. Çünki bu minimum bir istisnadır. Biz özümüz banka müraciət edəndə bizim öz razılığımız əsasında biz o kodu deməli əməkdaşa hər hansı bir X bir bank əməkdaşına biz onu özümüz öz razılığımız əsasından bildirə bilərik. Heç bir bank mən belə düşünürəm ki, istisna hallarda bizdən hesab nömrəsi soruşa bilər. Və ən əsas məsələlərdən biri də budur ki, mobil tətbiqlərdə və internet bankçılıqda da ciddi belə deyim ki, problemlər vardır və bu barədə hansı təhlükələr vardır, bu haqda danışmaq lazımdır biraz. Əlbəttə, dediyiniz kimi banklar da bu sahədən tədbirləri görməlidir ki, bu bankların tətbiqləri üzərində olan əsas boşluqlardan biri də burada məsələn, deyək ki, hər hansı bir hücum növündə, məsələn, bəzi hücum növləri var ki, onlar keylogger adlanırlar ki, bunlar gələn mesajlar olsun, yazdığınız şifrələr olsun, bunlar hamısını özlərində saxlaya bilirlər. Həmçində, məsələn, banklar bu tətbiqləri, deyək ki, tətbiqlər həmin o keyloggerlərin və bu kimi virus növlərini bunların qarşısını alına bilər. Məsələn, tətbiqə daxil olunduğunuzda həmin şeyi detekt edib, yəni tapıb, həmin o virusun qarşısını ala bilər ki, bununla da həmçinin o bankın elə bir aid olduğu şəxsin ya da kartın aid olduğu şəxsin məlumatları qoruna bilər. Həmçində burada bəzən əlavə təhlükəsizlik etmək lazım olur. Məsələn ki, tutaq ki, bəzən 3D security vardır ki, burada nəsə deyim, bankda pul köçürməzdən və alış-veriş etməzdən var, məlumatlar daxildir. Ancaq fikirlərim ki, bəzi banklarda məsələn bu əməkdaşlar 3D security açmırlar və yaxud kart istifadədə 3D-dən istifadə edəmirlər ki, deyək ki, alış-veriş uzun bir proses olduğu üçün çox zaman bəli istifadə olunur. Uzun bir prosesdir, bəli, ancaq bunu hər bir bank kartında və digər maliyyə məlumatında istifadə etməlisiniz. Çünki kimsə kartınızdan nəsə məbləğ çəkməyə çalışsa, kütləvi məbləğ göndərməyə çalışsa və yaxud da sizin kartınızdan istifadə nəsə almağa çalışsa, bu zaman sizi gələn o təhlükəsizlik kodu bildirəcək ki, yəni o daxil etməsəniz, o əməliyyat təsdiqlənməyəcək. Ancaq o 3D seans qartı olmasa, bu əməliyyat avtomatik olaraq təsdiqlənəcək. Sizin icazəniz olmadan belə təsdiqlənəcək. Məhz bu cəhətdən də tədbirlər görməli, daha məqsədə